Sobre tu performance, ¿qué puedes decir? Fuiste uno de los mejores en el campo y ¿qué piensas en el partido de hoy? ¿Qué faltó? Bueno, al final eso no creo que sea lo importante porque el equipo ha perdido. Pienso que hemos concedido muchísimo a un equipo que no se le puede conceder tanto porque te van a hacer daño. Queríamos sacar un buen resultado aquí en casa con nuestra gente para poder ir con esperanzas allí, pero ha sido un partido bastante complicado y ahora solo podemos levantar la cabeza y hacer todo lo posible por sacar un buen resultado en un campo complicado. Dediniz ki, bəs ən fəal oyunçulardan idim. Yəni bu o qədər də önəm daşımır. Əgər sənin komandan məğlub olursa, həqiqətən çoxlu qol vəziyyətləri yaratdılar, çoxlu qollar vurdular. Yəni nəzərə alsaq ki, evdə doğma azarkeşlərimiz önündə oynayırdıq. Yəni bu qədər rəqibə imkan verməməlisən, bu qədər qollar buraxmamalısan. Çünki nəticədə qeyd elədim ki, evdə oynayırıq və azarkeşlərimizi sevindirməliyik. İndi sadəcə başımızı dik tutmalıyıq. Qarşıda daha bir oyun var. Bizi səfərdə və çətin şəraitdə, çətin meydanda bizi növbəti çətin oyun gözləyir. Teşekkür Muchas gracias. ederim.